Your Highness, Əlahəzrət, Cənab Prezident, Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri, əziz dostum Məhəmməd bin Zayed Əl Nəhyan, hörmətli Hakim Komitəsinin üzvləri, əziz qonaqlar, ilk öncə mən Hakimlər Komitəsinə bu mükafata görə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün mükafatı almaq böyük şərəfdir. Bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisinin adını daşıyır. Mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lideridir. Onun fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini ən əminaman və uğurlu dövlətlərdən birinə çevirdi. Mənim əziz qardaşım Şeyx Məhəmməd atasının yolunun davamçısıdır və irəliləyiş, tərəqqi və müasirləşmə davam edir. Və bugün Birləşmiş Ərəb Əmirlikləri bir çox ölkələr üçün bir nümunədir ki, ölkə necə dəyişməlidir, cəmiyyət necə inkişaf etməlidir, ahəngdarlığa getməlidir və öz tarixi köklərlə bağlı olaraq eyni zamanda gələcəyə baxmalıdır. Mən həmçinin öz təşəkkürümü Şeyx Həzrətləri Əl-Əzhar Grand Böyük İmama, Professor Əl-Tayyibə və Zat-ı Müqəddəsləri Roma Papasına dinlər arası dialoqun inkişaf etdirdiyinə verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm və onlar sivilizasiyaların bir-birinə daha da yaxın etməsi üçün səylər göstərmişlər. Mən həmçinin təşəkkürümü bütün burada bu video müraciətlə çıxış etmiş həmkarlarıma bildirirəm. Çünki onlar sülh ilə Azərbaycan arasındakı o sülh quruculuğuna diqqət yetirmişdir və bu nəinki ölkələrimiz üçün, bütöv region üçün vacibdir. Biz 30 ildən artıq bir müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik. Mən bunu əvvəlcə də söyləmişəm. Bu xüsusi bir hissdir və biz müstəqillik qazandığımız dövrdən etibarən sülh şəraitində heç vaxt yaşamamışıq və biz sürətlə bunu öyrənirik və 6 ay keçir və Vaşinqtonda sammitdən sonra ABŞ prezidenti Donald Trump tərəfindən təşkil olunmuş tədbirdə, o görüşdə etibarən biz artıq əməkdaşlığı qururuq və uzun müddətli bir münaqişəyə son qoyuruq və mən həmçinin Birləşmiş Ştatların prezidentinə Donald Trumpa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. O, üç tərəfli sammiti 2025-ci ilin avqustun 8-də təşkil etdi və bu, Ermənistan ilə Azərbaycan arasındakı sülh sazişinin paraflanması ilə o başa çatdı və eyni zamanda biz bəyannaməni imza etdik və Prezident Trump da bunu şahid kimi imza atdı və bu da 3 illikdən artıq çəkmiş münaqişənin sonu mənasını daşıyırdı. Və bu aylar ərzində biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki nəqliyyat və daşımalar Azərbaycan ərazisi ilə Ermənistanın məhdudiyyətləri aradan qaldırdıq. Eyni zamanda biz digər sahələrdə də işbirliyini genişləndirdik. Bu 6 ay ərzində biz əməkdaşlığa başladıq. Hal-hazırda biz öz ticari münasibətlərimizi artırırıq və mən Ermənistanlı həmkarımla görüşümüz zamanı müzakirə etdik ki, irəliyə doğru necə getməliyik və bir məna olaraq bugün həmin bu tədbirdə mükafatın verilməsi çox hörmətli Hakimlər Komitəsindən və bütün dostlarımızın bizə verdiyi dəstəyə və qiymətə və həvəsləndirməyə görə minnətdaram. Və düşünürəm ki, biz bu nümunəni öyrənməliyik və bu da bir hələ də müharibə şəraitində olanlar üçün yol xəritəsi kimi götürülməlidir. Bütün bunlar göstərir ki, sülh mümkündür, baxmayaraq ki, münaqişə uzun çəkə bilər, istirablar, əziyyətlər ola bilər və qarşılıqlı inamsızlıq olduğu halda bu mümkündür. Bu, hər iki tərəfindən bununla bağlı güclü iradə var və dost ölkələr və digər tərəflər buna bir dəstək vermişdir. Və sonuncu bir məqam, Abu Dhabi'də keçirilmiş bu
mərasim rəmzi xarakter daşıyır. Çünki bizim Ermənistanla danışıqların son raundu iyul ayında ötən ildə burada Abu-Dabidə baş tutdu. Elə bir ay qalmış Vaşinqtondakı görüşə əvvəl və biz Şeyx Məhəmməd əziz qardaşımıza təklifinə dəstək olaraq biz gəldik. Bir dəfəlik bu sülh qurulsun və bütün bunun rəmzi xarakteri hər bir yerdə bugün hiss olunur. Mən bir daha öz təşəkkürümü bütün o şəxslərə bildirirəm ki, onlar bu mükafatın, belə bir nüfuzlu mükafatın verilməsi ilə bağlı qərarlar qəbul etdilər və bizi bu işdə həvəsləndirdilər. Çox sağ olun.